Salam dəyərli dostlar. Mart ayının 9-da İsmail müəllimlə bir yerdə hazırladığımız sınağın ədəbiyyata aid olan hissəsinin izahını vermək istəyirəm sizə. 26-cı sualdan başlayaq. Məmməd Akif Ersoyun İstiqlal Marşı əsəri ilə bağlı fikirlərdə neçəsi yanlışdır? Birə baxaq. Deməli, bayraq azadlığın və müstəqilliyin simvoludur və onun heç vaxt sönməyəcəyi vurğulanır. İstiqlal Marşı əsərində bu fikir ifadə olunubdur. Sönmədən deyir, yurdumun üstündə yanan ən son ocaq, müraciət edir, qorxma sönməz bu şəfəqlərdə süzülən alı bayraq, sönmədən yurdumun üstündə yanan ən son ocaq. Deməli, bir doğrudur. Əsərdə türk xalqlarının qəhrəmanlığına və haqq yolunda verdiyi qurbanlara diqqət çəkir. Bu bir neçə bənddə demək olar ki, öz əksini tapıbdır. 2 doğrudur. Şair deyir ki, türklər tarix boyu azad yaşayıblar və bundan sonra da azad yaşayacaqlar. Heç bir göz onların əsarət altına ala bilməz. 3 də doğrudur. Deyir, mən əzəldən bəridir hür yaşayıram, hür yaşayıram. Hansı çılğın məni deyir, zəncir vuracaqdır, şaşaram. Deməli, 3-cü bəndə aid olan bir fikirdir. Şair türk əskərinə və vətəndaşına səslənərək düşmənə yol verməməyi, sinəsini sipər etməyi tələb eləyir. Arkadaşlar deyə müraciəti var. Yurdumu alçaqları uğratma sakın, sipər et sinəmi, dursun bu həyasız axın. Bu tipli fikir ifadə eləyir. 4 doğru olacaqdır. Əsərdə vətənin sadəcə bir torpaq parçası olmadığı, onun hər qarışında şəhid qanı ilə suvarıldığı vurğulanır. Basdığın yerləri torpaq deyərək keçmə tanı, düşün altında minlərcə kəfənsiz yatanı. Sən şəhid olursan, incitmə yazıq atanı. Həmin o bənddə bu fikir ifadə olunmuş olacaqdır. Burada fikirlərin hamısı doğru olduğu üçün heç bir fikir yanlış deyil. Testin doğru cavabı E bəndidir. 27-ci sualla davam edirik. Ernest Hemingway'in Qoca və Dəniz əsərinin məzmununu nəzərə alıb doğru cavabların ardıcıllığını müəyyən etməliyik. Birinci doğru cavabları tapaq. Yəni bu tipli testlər son 2 ildir miqə düşən testlərdir. Yəni burada həm əsərin məzmunu ilə bağlı doğru cavablar tapmağı tələb edir, həm də əsərin xronoloji ardıcıllığını, hadisələrin ardıcıllığını tapmağı bizdən tələb edir. Bu baxımdan yəni ikili test olduğu üçün tez-tez düşür. Yəni müdavimdən burada çox şey istəyir. Tək ardıcıllıq yox, əsərin məzmununu mənimsəməyi, həm də əsərin məzmununun ardıcıllığını bilməyi tələb edir. Birə baxaq, deyir, qoca bütün olanları yuxu olmasını arzulayır, evdə olub öz çarpayısına uzanmağı arzu edir. Bir doğrudur. Balığını o, belə deyək də, köpək balıqları tərəfindən hücuma məruz qaldıqdan sonra artıq bu arzunu öz dilinə çatdırır. Qoca öz-özünə aramızdakı yaxınlıq sübh tezdən başladı. İndi ona da, yəni balıq, mənə də heç kim kömək edə bilməz. Düzdür, orada ifadə edir, indi ona da mənə də heç kim kömək edə bilməz, amma aralarındakı yaxınlıq sübh tezdən yox, gün ortadan başlayıbdır. Yəni balıq sübh tezdən düşməmişdi qarmağa. Ona görə 2 yanlışdır. Qoca sınıq sükanı dəstəyini yerinə taxandan sonra qayığı idarə etməyə bir şey tapıldığına sevinir. 3 də doğru olacaqdır. Qoca hər şeyi hazır etdikdən sonra yuxuya getsə də barmağına bağladığı kəndir onu yuxusundan oyadır. Qoca yuxuya gedə bilmir. Elə barmağına bağlayıb uzanmışdı ki, balıq orada oynamağa başladı. Ona görə, yəni burada deyir yuxuya getdi. 4 yanlış olacaqdır. Santiago balığın yemi götürməyindən onun erkək olduğunu bilir. 5 doğrudur. Yemi götürməyin erkək olduğunu bilir. Yəni balığın orada cinsini, çəkisini, hətta bazarda aparıb satma haqqında düşüncələrini də ifadə eləyir. Balıqçılar arabir dənizə hörmət etsələr də çox vaxt acıqlanıb onu pisləyirlər. 6-cı fikir də burada yanlış olacaqdır. Balıqçılar arabir yox, deyir, çox vaxt dənizə hörmət etsələr də, amma arabir acıqlanıb onu pisləyirdilər. Amma qoca heç vaxt onu pisləmirdi. Deməli, burada fikirlərdən 3-ü doğrudur. Ardıcılığa baxsa 6 səhvdir, burada 2 səhvdir, 2 səhvdir, 6 səhvdir. Elə ardıcılıq səhvləri çıxanda 5, 1, 3 olduğu aydın olur. Davam edir 28-ci sualla. Bəxtiyar Vahabzadənin İstiqlal əsəri ilə Şəhidlər poeması və buna aid cədvəl verilibdir. Heca vəzinə poema janrında yazılıb, hər ikisinə aiddir. Deməli, biz doğru cavabları müəyyənləşdirməliyik. Burada bu tipli testləri doğru cavab üzərində, yəni cavablar üzərində tapmaq daha asandır. Mən düzgün cavab əsasında müəyyənləşdirəcəm. 1-ə A, B-ni yazsaq, burada bizdən tam cavab istəyir.
C-də deyir ki, əsərdə azadlığın yalnız qurbanlar və fədakarlıq nəticəsində əldə olunduğu ifadə olunur. Hər ikisinə aiddir. O şənbə gecəsi gecikdi səhər misrası ilə həmin gecənin xalq üçün nə qədər ağır və uzun keçdiyi bildirilir. D variantı doğrudur. Şəhidlər poemasından bir bənddir. O istiqlalın içərisində verildiyi üçün hər ikisinə aiddir. Əsərdə şəhidlərin bir gecədə sanki 1000 illik bir yol keçdiyini vurğulayır. Onların fədakarlığı tarixin dönüş nöqtəsi olub. Hər ikisinə aiddir. Bu da şəhidlər poemasından bir bənddir. İstiqlalda da verilibdir. Ona görə hər ikisinə aid olacaqdır. Deməli 1AB 2CD-yə doğrudur. 1A olanda CD doğrudur. Ə-yə baxaq. Başqa bir poemanın davamı kimi yazılan əsərdə milli birlik hissindən məhrum olmanın acılar. Burada milli birlik hissindən məhrum olma məsələsi yoxdur istiqlalda. Ona görə 1A olanda Ə yanlışdır. 1A olanda Ə yanlış olduğu üçün C bəndi də səhvdir. 1B olanda D-Y və CD natamam cavabdır. Yəni burada tam cavabı istədiyi üçün B və E variantı da doğru deyil. Deməli bütün hallarda testin doğru cavabı D bəndidir. İsmayıl Şıxlının Dəli Kürə əsərinə əsasən yanlış cavabı müəyyən etməliyik. Deməli Əşrəf Qori müəllimlə seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini olduğunu müəllimin dilindən eşidirik. Bəli, Çerneyevski deyir onu ki, deməli Əşrəf orada deyir təkdir. O darıxır. Allahyar Cahandar ağanın atı Qəmərin quyruğunu kəsdirməklə, qızı Salatını qaçırmaqla, onun evinə gecə hücum etməklə onun namusuna sataşırdı. B variantı doğrudur. Molla Sadıq icazə vermirdi ki, kənd cəmaatı uşaqlarını təhsil almağa göndərsin. C bəndi doğrudur. Cahandar ağanın gülləsi boşa çıxsa da, tapdığın gətirdiyi yun şaldan ot tayalarını kimin yandırdığı məlum olur. Bu yanlışdır. Cahandar ağanın gülləsi boşa çıxmamışdı. Çünki tapdığın gətirdiyi o şal belə də qanlı idi. Qana batmışdı. Oradan məlum olur ki, onun deməli atdığı güllə boşa çıxmayıbdı. Deməli D variantı yanlış olduğu üçün testin doğru cavabı D bəndidir. Molla Sadıq Cahandar ağaya oğlunu Qori müəllimə seminariyasına oxumağa göndərməsinə, kənd uşaqlarını təhsilə cəlb etmək üçün gələn Çerneyevskiyə köməklik etdiyinə görə düşmən olmuşdu. E variantı da doğrudur. 30-cu sualla davam edirik. İlyas Əfəndiyevin Xoştbağın Natəvan əsərinin məzmununu nəzərə alıb uyğunsuzluğu müəyyən etməliyik. İlyas Əfəndiyevin Xoştbağın Natəvan əsəri kimi Nəcəf bəy Vəzirov Müsibət Fəxrəddin əsərində də gənc uşaqların təhsil alması üçün əməlli addımlar atan obraz var. A variantı doğrudur. Xoştbağın Natəvanda Xoştbağın Natəvandır. Nəcəf bəy Vəzirovun da Müsibət Fəxrəddində Fəxrəddin məktəb açmışdı. Orada deməli gənc uşaqların deməli təhsil alması üçün bizdən uyğunsuzluq istəyir. Bəxtiyar Vahabzadə İstiqlal əsərində də o taylı, bu taylı Azərbaycan bütövlüyü məsələsinə toxunulubdur. Həm Natəvanda, həm də Xoştbağın Natəvan, həm də İstiqlalda bu məsələyə toxunulubdur. Bəxtiyar Vahabzadənin istidası İsmayıl Şıxlının Dəli Kür əsərində də Çar Rusiyasının müstəmləkə siyasətini yerli xalqın üzərində təzyiqləri artırmağa çalışmaları öz əksini tapıbdır. Hər ikisində bunu biz görürük. Xoştbağın Natəvan əsəri kimi Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərində də xalqın rahat yaşaması üçün əhalinin su ilə burada bir hərf səhvimiz var. Su ilə təminatı yaxşılaşdırılır. Deməli D variantı da doğrudur. Həm Xoştbağın Natəvanda o Arazdan bu su çəkmə məsələsi var idi və yaxud Şuşada bulaq məsələsi var idi. Həmçinin orada da Yusif Şah biz görürük ki, su çəkdirmişdi. Hər ikisində deməli hər ikisinə aid doğru cavabdır. Süleyman Rüstəm Təbrizim şeirində də Cənubi Azərbaycanda hakim təbəqənin zülmü insanların ağır şəraiti öz əksini tapıbdır. Bu İlyas Əfəndiyevin Xoştbağın Natəvan əsərində var, amma Süleyman Rüstəm Təbrizim şeirində elə bir şey olmadığı üçün E variantı uyğunsuz fikir olacaq. 31-ci testdən davam edirik. Mir Cəlalın Vətən Yaraları əsərinin məzmununa əsasən doğru fikirlərin sayını müəyyən etməliyik. Lətif təkkiyəçiyə kəndə gedəndə deməli anasının yanına gedib şəkli ona, ünvanını direktora və Ədil müəllimə verməyə tapşırır. Düzdür, ünvanını direktora və Ədil müəllimə verərsə deyirdi, amma təkkiyəçi kəndə gedəndə anasının yanına getməyi demir. Deyir, sənin kənddə getdiyi
biləndə anam onsuz da sənin yanına gələcəkdir. Gələndə şəkil ona verərsən. Ona görə bir yanlışdır. 2-yə baxırıq. Təhkiyəçi komissarın yanına gedib ondan Lətifi soruşanda Lətifin səliqə ilə yazdığı 2 sətirli yazını ona göstərir. Komissar Lətifin yazdığı yox, Lətifin həkiminin yazdığı o 2 sətirlik yazını ona göstərir. Ona görə 2 yanlışdır. Təhkiyəçinin Səhrə xəstəxanasında yanına gələnlərin məqsədi yalnız onunla görüşmək idi. 3 də yanlışdır. Yalnız onunla görüşmək deyildi. Gedəndə bir sovqat aparmaq. Yəni onların da tapşırığı var idi. Gedəndə falan yerə gedərsən, falan kəsə baxarsan, nəzər yetirərsən. Ona görə 3 də yanlışdır. Lətif anası kimi sakit təbiətli, başı aşağı, yüngəyə yaralıq edən bir insan idi. 4 də yanlış olacaqdır. Çünki Lətif anasından fərqlənirdi. Anası düz utancaq biri idi, amma belə deyək də idarə etməyi, özünü elə göstərdi ki, idarə edirdi və belə deyək də burnunu hər yerə soxurdu. Lord Deldirsə burnunu hər yerə soxurdu, amma Lətif o tipli biri deyildi. Anasına o baxımdan bənzəmirdi. Nəsrəddin təhkiyəçi kimi gəncləri cavan ağacla müqayisə edir. Deməli, ona bir ədib kimi ürək-dirək verir. Bəli, Nəsrəddin təhkiyəçi kimi gəncləri bir cavan ağacla müqayisə edir ki, həmin ağac deyir, yaralananda tezliklə sağalır. Sən də deyir, tezliklə sağalacaqsan. Ona ürək-dirək verir. 5 doğrudur. Və fikirlərdən yalnız biri doğru olduğu üçün testin doğru cavabı A bəndidir. Rəsul Rızanın Qızılgül olmayaydı əsəri ilə bağlı yanlış fikri müəyyən edin. 32-yə baxaq. Deməli, əsərdə uzun illərdən sonra baş verən görüş unudulmuş kimi görünən, lakin içdən silinməyən xatirələrin üzə çıxmasına səbəb olur. A variantı doğrudur. Gecə yoxa çıxan dostlar həmin dövrün ağır repressiyalarını xatırladır və Müşfiqin qəfil getməsi onun repressiya qurbanı olduğunu göstərir. B də doğrudur. Şair Müşfiqin vədəsinə xələf çıxmağını nadir hədiyyə hesab edir, amma buna məcbur qaldığını da qeyd edir. Vədəsinə xələf çıxma məsələsində məcbur qaldığını qeyd edir, amma onu nadir hədiyyə hesab etmir. Deməli, şairin nadir hədiyyə hesab etdiyi deməli Dilbər xanımın sükutu idi. Deyir, Dilbər xanımın sükutu, susma belə deyir, susma, dayanma. Onun sükutunu nadir hədiyyə hesab etmiş olur. Ona görə C variantı burada yanlış olacaq. Yəni testin doğru cavabıdır. Şair gələn qonağı tanımaqda işığın azlığını səbəb kimi göstərsə də, əslində zamanın təsiri ilə insanın keçmişdəki obrazının dəyişdiyini vurğulayır. D variantı doğrudur. Bu, o dövrdə cəmiyyətin qorxu içində yaşamasını göstərən çox təsirli bir məqamlar deməli, əsərdə obrazlı şəkildə ifadə olunubdur. E variantı da doğrudur. 33-cü testlə davam edirik. Səməd Vurğun Ananın öyüdü şeirin məzmununa aiddir. Vətəni qorumaq namus borcudur. Onu qorumaqdan çəkinən şərəfini itirər. Bir doğrudur, aid etmək olar. Ana duası əskərin ən güclü silahıdır. Bəli, orada da ana xeyir dua verir övladına. 2 də doğrudur. Qılıncın iti, qolun güclü, qəlbin vətən sevgisi ilə dolu olsun. 3 də doğru olmuş olacaqdır. 4-ə baxırıq. Əskər vətən üçün gedər. Deyir, burada ananın öyüdü şeiri məzmununa aid deyil. Əskər vətən üçün gedər, ana duası ilə qayıdar. 4 doğrudur. Burada aid deyil dediyi üçün 4-ü götürə bilmərik. Ana öyüdü qəhrəmanın yoluna işıq saçan çıraqdır. Bəli, ana öyüdü qəhrəmanın yoluna işıq saçan çıraqdır. 5 də aiddir, götürə bilmərik. Silahı təmiz, qəlbi isə vətən sevgisi ilə dolu olan əskər heç vaxt məğlub olmaz. Bu da əsərin məzmunu ilə bağlıdır. Aid deyil fikrinə uyğun olmadığı üçün 6-nı da götürə bilmərik. Deməli, 1, 2, 3 C variantı testin doğru cavabıdır. 34-cü testdən davam edirik. Deməli, Türkün dili şeiri və Bəxtiyar Vahabzadənin İstiqlal poemasından dilə həsr olunmuş bir bənd verilibdir. Onun müqayisəsini tapıb, müqayisə cədvəlini müqayisə etməliyik. Şair burada dilin saflığını qorumağı, onun digər dillərlə qarışdırılmamasını əsas mesaj kimi verir. Bir doğrudur. Bu Türkün dili şeirində deyir, başqa dilə qatmasan, o dil başqa dili qatmağı sevilmir. Azərbaycan dili saflığını itirir, o formada fikir ifadə edir. Şair də deyir, yazarkən dilini başqa dilə qatmasa, o şeiri oxuyan deyir, yorğun olmaz.
Şeirdə dilin cəmiyyətdə dəyərdən düşməsi və məhdudlaşdırılması tənqid olunur. Burada ikinci bənddə də orada yüksək məqamlarda yasaq dilimiz deməklə cəmiyyətdə dəyərdən düşməsi məsələsi olduğu üçün ikinci doğru cavab kimi götürə bilməliyik. Şeir ana dilinin qorunması və ona olan laqeyd yanaşmanın tənqidi üzərində qurulubdur. Hər ikisinin ana dilinin qorunması və ona olan laqeyd münasibətdən danışılır. 3 də ortaya getməlidir. Nümunə daha realist və siyasi bir kontekstdədir. Dilin rəsmi dairələrdən uzaqlaşdırılması tənqid edilir. Burada yüksək məqamlarda yasaq dilimiz qovulub yaşadı kənddə kəsəkdə. Bu ikinciyə aid olduğu üçün 4-ü doğru cavab kimi götürürük. Şeirdə dilin millət üçün əhəmiyyəti vurğulanır. Hər ikisində var və onu qorumağın vacibliyi önə çəkilir. Hər ikisində var. 5 də doğrudur. 1, 4, 5 A variantı testin doğru cavabı. 35-ci test bədii təsvir ifadə vasitələrinə aid olan bir testdir. Baxaq görək. Deyir, metonimiya işlənməyən nümunədə burada doğru və yanlışdır. Yəni A-dan doğrular, B-dən yanlışları. Bu ortada isə A-ya görə doğru, B-yə görə yanlış olmalıdır. Metonimiya işlənməyən nümunədə müraciətdən istifadə olunubdur. Dinlə bu sözümü ay aşıq qardaş. Müraciət var. Mehriban evlad, əziz can kimi. Əzəldən vurğunam uca Qafqaza, dağları əlvanlı çıraqban kimi. Deməli, 2 bir doğru olacaq. Metonimiya yoxdur və burada müraciətdən istifadə olunubdur. Həm qafiyə olan misralarda eyni məcaz növündən istifadə olunubdur. İkinci və dördüncü misradan mehriban bir evlad, əziz bir can kimi təşbih var. Dayaqları əlvan, çıraqban kimi yenə də təşbih var. 2 də doğrudur. 3-ə baxırıq. İnversiyadan istifadə olunmuş nümunədə məcazın müxtəlif növlərindən istifadə olunubdur. Çölləri bürüyən mənalı sükut. Bəzən lal dayanır, gah dilə gəlir. Keçənlər demişlər, hər həqiqətin minlər surəti var, minlər üz var. Burada inversiyadan istifadə olunmadığı üçün 3 yanlışdır. Epitet, metafor, təkrir, bədii sual kimi məcaz növlərindən istifadə olunubdur. Bədii sual, təkrir, məcaz növü olmadığı üçün 4 də yanlış olacaqdır. Bütün misralarda 6-5 kimi fasilə verilibdir. Bu B-yə aid yanlış olmalıdır. Çölləri bürüyən, bəzən lal dayanır, keçənlər demişlər, minlər surəti var. 6-5 şəklində bölünübdür. Bədii ifadə vasitələri şeirə obrazlıq verib. Burada da bədii ifadə vasitələri var. Çölləri bürüyən mənalı sükut. Deməli, minlər burada var. Təkrir var, bir də bədii sual var. Deməli, bu ikinciyə aid doğru olduğu üçün biz 5-i doğru cavab kimi götürə bilmərik. 1, 2, 3, 4 A variantı testin doğru cavabıdır. 36-cı testdən davam edirik. Xan Sarayı əfsanəsinə əsasən doğru cavabı müəyyən edin. Usta şahı nankor adlandırır, şah da ustanı əllərini kəsdirir. Usta şahı yox, şah ustanı nankor adlandırır. Ona görə A variantı yanlışdır. Usta xana istehza ilə gülür, şah da ustanın qollarını kəsdirir. B variantı deməli doğru cavab deyil, yanlış cavabdır. Usta xana istehza ilə gülür, şah da ustanın qollarını kəsdirir. Deməli bu fikir də yanlışdır. Niyə? Çünki usta xan ustaya istehza ilə gülür, onun qollarını kəsdiyi üçün fəxr eləyir. Ondan sonra usta xana istehza ilə gülür, deyir mənim qollarımı kəssəndə mənim şagirdlərim mənim yolumu davam eləyəcək, ondan sonra onu öldürür. B variantı yanlışdır. Xan, de görüm, bundan da yaxşı saray tikə bilərsən dedikdən sonra konflikt yaranır. C variantı doğrudur. Usta xanı zülmkar adlandırır. Öldükdən sonra tikdiyi bu saraya xanın keyfi işrət məclisi quracağına təəssüflənir. Əslində elə bir təəssüf yoxdur. Deyirsən, bu saray səni deyəngənə kimi sıxacaqdır. Sən burada keyfi işrət məclisləri qura bilməyəcəksən. Burada təəssüflənmə yoxdur. Ona görə D variantı yanlışdır. Ustanın tikdiyi binanın təsviri verilən əsərdə xan ustaya verdiyi sözü yerinə yetirir. Xeyr, xan ustaya verdiyi sözü yerinə yetirə bilmir. Əməyi dəyərləndirə bilmir. Ona görə E variantı yanlışdır. 37-ci testdə diqqət eləyək. Deməli, bir nəsr əsərdir, bir də nəzm əsərdir. Onların müqayisəsində doğru cavabların sayını müəyyənləşdirməliyik. Yoldaşlar arasında çox vaxt onu adı ilə çağırırdılar. Sükuti deyib durardılar.
adı ilə çağırmazlar, Sukidi deyib durardılar. Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Gəldi Sükudi, getdi Sükudi deyərdilər. Bəzən mənə elə gəlirdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qurbanıdır. Aha, o dünyaya gəldiyi günə xoş bir gün görməmişdi. Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəmə salınmış yırtıq həsir gözünü açdığı gündən deməli gördüyü bu idi. Mən sizi bir daha görə bilməsəm, xatirəmi əziz saxlayın dağlar. Döşündən lalə dərə bilməsəm, siz məni aranda yoxlayın dağlar. Aha, deməli burada 37-ci sualda doğru cavabların sayını tapmalıyıq. Nəzmin nəsrdən fərqləndirən xüsusiyyətlərdən biri hər iki nümunədə özünü göstəribdir. Deməli, mən sizi bir daha görə bilməsəm, xatirəmi əziz saxlayın dağlar. Döşündən lalə dərə bilməsəm, siz məni deməli aradan yoxlayın dağlar. Bu birinci fikir yanlışdır. 2-yə baxırıq. Nümunələrin birində bir əlamətin bütöv anlayışı əvəz etməsi ilə yaranan məcaz növü ahəngdarlıq yaratmışdır. 2 doğrudur. Burada sükuti metonimiyadır. Onun hər hansı bir əlaməti sakit durması bütövlükdə adı əvəz eləyibdir. Zəngin qafiyədən istifadə olunmuş nümunədə bədii təsir vasitələrinin müxtəlif növlərindən istifadə olunubdur. Baxaq, mən sizi bir daha görə bilməsəm, saxlayın, yoxlayın. Zəngin qafiyə var burada. Mən sizi bir daha görə bilməsəm, xatirəmi əziz saxlayın dağlar, metafor var. Döşünüzdən lalə dərə bilməsəm, siz məni arada yoxlayın dağlar. Ancaq metafor var burada. Ona görə 3 yanlış olacaqdır. Hər iki nümunədə bədili artırmaq üçün ədəbi norması qəsdən pozulubdur. Şeirdə inversiya yoxdur. Mən sizi bir daha görə bilməsəm, xatirəmi əziz saxlayın. Yəni, xitabın sonunda gəlməsi inversiya demək deyil. Döşünüzdən lalə dərə bilməsəm, siz məni arada yoxlayın dağlar. Ona görə 4 yanlış olacaqdır. Sözün məcazi mənası əsasında yaranan müxtəlif məcaz növlərinə hər iki nümunədə rast gəlmək olar. Deməli, ikinci nümunədə məcazın müxtəlif növlərindən istifadə olunmadığı üçün, yəni bədii təsir vasitələrinin müxtəlif növlərindən istifadə olunmadığı üçün 5-də yanlışdır. Fikirlərdən yalnız biri doğru olduğu üçün testin doğru cavabı A bəndidir. 38-ci testlə davam edirik. Sultan Səncər və Qarı əsərin məzmunu ilə səsləşməyən variantı müəyyənləşdirməliyik. İdarə etmək çox çətindir. Əgər bunu təmiz vicdanla edirsənsə, bu səsləşəcəkdir. Orada Qarının nəsihətlərindən ifadə olunur ki, vicdanlı təmiz olmalıdır. B-yə baxaq. Başa düşmək istəməyən insanı başa salmaq, qayanı qaşımaq qədər mənasızdır. B variantı doğrudur. Orada Sultan Səncərə aid etmək olar bu fikri. İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu isə fəlakətdir. Bunu darğaya aid etmək olar. Yaxşıya da pisə də bir pərdə çəkilmişdi. Özgəyə ayıb tutmaq özü də bir ayıb işdir. Bu D variantı səsləşməyəcəkdir. Burada Sultan Səncərdə Qarı Sultan Səncərə qüsur tutur, amma o ayıb bir iş kimi adlandırılmır əsərdə. Ona görə D bəndi yanlışdır. Dünyanın işini yaxşı düşünsən, nə əksən, onu da sən biçərsən. Bu da Qarın nəsihətlərini biz görürük. Orada şaha məsləhət verir ki, insanlara qarşı yaxşı rəftar elə ki, bugünün sabahı var. Bugün sabahın ən yaxşı dostudur. Ona görə E variantı doğrudur. Mətninə əsasən yanlış cavabların sayını müəyyən etməliyik. Düzdür, burada yanlış cavabların sayı, doğru cavabların sayı biraz çox düşübdür bu sınağımızda. Amma bu tipli sınağın sualların düşəcəyi çox ehtimal ki 90%'dir. O baxımdan bu sınağımda o tipli 3 sual salmışam. Bütün günü hava olduqca isti idi. Günəş tezcə yuxuya getməyə hazırlaşırdı. Onun şüalarını əks etdirən üfüqlərə yatmış alatala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. Yavaş-yavaş onlar soyuyan təndir kimi qaralmağa başlayır və qara ərəb çadırasına oxşayan cənub qaranlığı kəndi bürüyürdü. Bu qaranlıqla bərabər mavi boşluqlarda yerə xoş bir sərinlik idi. Başı qarlı qocaman Savalan dağlarına əsən meh gecənin ayaz olacağından xəbər verirdi. Yanlış cavabları tapmalıyıq indi burada. Nəzmin əsrdən fərqləndirən xüsusiyyətlərə mətndə rast gəlinmir. Bir doğrudur. Qara hərflə verilən cümlədə iki fərqli predmet özündən daha qüvvətli predmetə bənzədilərək məcaz yaradıbdır. Yavaş-yavaş onlar soyuyan təndir kimi
qaralmağa başlayır. Biri budur, soyunan təndirə bənzədir. Qara ərəb çadırasına oxşayan cənub qaranlığı kəndi bürüyürdü. Cənub qaranlığı qara ərəb çadırasına bənzətdiyi üçün, yəni iki qara hərflə verilmiş yerdə iki təşbehdən istifadə olunubdur. Bütün cümlələrdə bədii təsir vasitələrinə rast gəlinir. Baxaq, bütün günü hava olduqca isti idi. Günəşin yuxuya getməsi metaforu burada var. Onun şüalarını əks etdirən üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. Burada təşbeh var. Bu qara nümunədə demişdik, 2 dənə təşbeh var. Bu qaranlıqlara bərabər mavi boşluqlarda yerə xoş bir sərinlik enirdi. Sərinlik enə bilməz metafor var. Başı qarlı qocaman Savalan dağlarına əsən meh gecənin ayaz olacağını xəbər verə bilməz. Ona görə bu da deməli doğrudur. Ona görə 3 bütün misralarda bədii təsir vasitəsi istifadə olunduğu üçün 3 doğrudur. Sözü qüvvətləndirici başqa bir söz əvəz etməklə yaranan məcaz növünə mətndə rast gəlinmir. Qocaman Savalan dağı burada epitetdən istifadə olunub. Ona görə 4 yanlışdır. Altından xətt çəkilmiş cümlədə eyni bədii təsir vasitələrinə rast gəlinsə də eyni ifadə vasitəsi yoxdur. Bütün günü hava olduqca isti idi. Günəş tezcə yuxuya getməyə metafor var burada. Başı qarlı qocaman Savalan dağlarına əsən meh gecənin ayaz olacağından xəbər verir. Meh xəbər verə bilməz, metafor var. Bəli. Eyni məcaz növündən istifadə olunub, amma eyni ifadə vasitəsi yoxdur. 5 doğrudur. Mətndə bütün məcaz növləri işlənməsə də müxtəlif məcaz növlərinə rast gəlinir. Metafor var, epitet var, təşbeh var, amma burada simvol yoxdur. Metonimiyada demək olar rast gəlmədik, ona görə 6 da doğrudur. Fikirlərdən yalnız biri yanlış olduğu üçün testin doğru cavabı A bəndidir. 40-cı sualla davam edirik. Cədvələ əsasən doğru cavabı müəyyən etməliyik burada. Söz qəzəlin məzmununa aid doğru fikri müəyyənləşdirməliyik. Mənim canım olsanda qəzəlin məzmununa aid yanlış fikri müəyyənləşdirməliyik. Deməli, ədəbi ictimai fikirlərin yer aldığı şeirdə şair insan bədəninin şahanə bir inci, sözü də onu qoruyan bir sədəf olduğunu vurğulayır. Bu yanlışdır. Əslində sözün bir inci, bədənin isə onu qoruyan bir sədəf olduğunu ifadə edir. Ona görə bir yanlışdır. Əsərdə hər danışan adam öz nitqinə məsuliyyətlə yanaşmalı, mənalı sözlər seçib işləməlidir. Fikri oxucuya çatdırılır, aşılanır. 2 doğrudur. Son beytdə başqasının başına gələn hadisələrdən ibrət almağı səsləyən şair az danışmağı da məsləhət görür. 3 doğrudur. Deyir, çox danışmaq çox əzizi hörmətdən salıbdır. Burada yəni başqasının başına gələn hadisədən danışır və Füzuli deyir, az danış sən də. 3 də doğrudur. 4-ə baxırıq. Bu məzmunlar yanlış fikir seçməli. Şəb icrana düşdüyü, yəni yardan ayrıldığı üçün onun işi ah-höfəğan bu hicran möhnətinin cəfasını yaşamaqdır. 4 doğrudur. Deməli, yanlışın altından verilə bilməz. Eşq qəmini pünhan saxlayan aşiq başqalarının məsləhəti ilə onun sevgilisini açır. Sevgilisinə vəfa və kəramət görür. 5 yanlışdır. Yanlışın altından doğru cavabdır. O başqalarına deyir, mən deyir o sevgilimi açsam bilmirəm, inanarmı, inanmam, o bivafa inanarmı, inanmazmı deyir. Yəni aça bilmir, yəni sevgilisindən vəfa və kəramət də görmür. Ona görə 5 yanlışdır. Aşiqin gözünə axan qanlı su baharda suların bulanaraq axmasına bənzədilərək şeirdə təşbeh yaradılıb. 6 doğrudur, yanlışın altından verilə bilməz. Ona görə testin doğru cavabı 2, 3, 5, yəni D bəndidir. Əziz və dəyərli müəllimlər, MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər, bu sınaq sizi öyrətmək məqsədi ilə daşıyır, öyrətmək məqsədi daşıyır. Burada hər bənddə, hər misrada, hər variantda sizin yadda saxlamanız üçün vacib olan məlumatlar yer alıbdır, əmək sərf olunubdur və pulsuz şəkildə, ödənişsiz şəkildə sizə təqdim olunan sualları düşünürəm ki, siz də gözəl şəkildə qəbul edərsiniz. Kənardan durub irad tutmaq çox asandır. Amma bu testlərin hər birinin yazılmasına ən azı bir yarım saat vaxt sərf olunduğunu düşünərək nə qədər əmək sərf olunduğu deməli göz qabağındadır. O baxımdan testlərə baxarkən onun ağırlığından qorxmamaq lazımdır.
testlərin ağırlığı, yenə də deyirəm, hər misrası, hər bəndi sizə bir məlumat ötürür. Bu, burada 5 dənə yazsam, imtahanda neçə dənə yazıram fikrindən vaz keçirik, əl çəkirik. Sınağı sırf öyrənmək məqsədi ilə işləyirsiniz və bu da sizə çox şey qatmış olur. Bu tipli sınaqları hər ay keçiririk. Növbəti sınaqları, deməli, sınaqlara hamıdan əvvəl yazmaq istəyirsinizsə, o zaman bizim Instagram və Telegram kanallarımızı izləyin. Növbəti sınaqlarda görüşərik. Salamat qalın.